Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bugün sizə Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edəcəyik. Əgər yaxın günlər üçün planlar qurursunuzsa, videonu sonada izləməyi unutmayın. Ölkə ərazisində hava şəraitinin əsasən sabit keçəcəyi gözlənilir. Paytaxt Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu hava müşahidə olunacaq. Bəzi ərazilərdə buludluluğun artmasına baxmayaraq yağıntı ehtimalı aşağı səviyyədə qalacaq. Mülayim şimal-qərb küləyi əsəcək və gün ərzində havanın temperaturu komfortlu səviyyədə olacaq. Bakı şəhərində səhər saatlarında hava nisbətən sərin keçəcək. Günorta saatlarında temperatur yüksələrək isti və əlverişli hava şəraiti yaradacaq. Axşam saatlarında isə temperatur tədricən enəcək və açıq havada vaxt keçirmək üçün münasib şərait formalaşacaq. Azərbaycanın şimal rayonlarında əsasən günəşli hava üstünlük təşkil edəcək. Dağlıq və dağətəyi ərazilərdə səhər və axşam saatlarında qısa müddətli duman müşahidə oluna bilər. Bölgədə temperatur mövsüm normasına uyğun olacaq və kənd təsərrüfatı işləri üçün əlverişli şərait gözlənilir. Qərb rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bəzi dağlıq ərazilərdə buludluluğun artması ehtimal edilsə də ciddi hava hadisələri proqnozlaşdırılmır. Gün ərzində mülayim külək əsəcək və temperatur yüksək səviyyədə qalacaq. Mərkəzi Aran rayonlarında günəşli və isti hava şəraiti davam edəcək. Bu bölgələrdə temperatur digər ərazilərlə müqayisədə bir qədər yüksək ola bilər. Günün isti saatlarında açıq günəş altında uzun müddət qalarkən diqqətli olmaq tövsiyə edilir. Kifayət qədər su qəbul etmək və günəşdən qoruyucu vasitələrdən istifadə etmək faydalı ola bilər. Cənub bölgələrində hava dəyişkən buludlu keçəcək. Lənkəran-Astara zonasında rütubət səviyyəsi nisbətən yüksək olacaq. Buna baxmayaraq gün ərzində hava ümumilikdə əlverişli olaraq qalacaq. Sahil boyu ərazilərdə dənizdən əsən mülayim küləklər havanın daha rahat hiss olunmasına kömək edəcək. Naxçıvan Muxtar Respublikasında isə əsasən açıq və günəşli hava gözlənilir. Günorta saatlarında temperatur yüksələcək, axşam və gecə saatlarında isə hava nisbətən sərinləşəcək. Bölgədə yağıntı gözlənilmir və hava şəraiti sabit olaraq qalacaq. Dağlıq rayonlara səyahət etməyi planlaşdıran vətəndaşlar üçün qeyd edək ki, səhər və axşam saatlarında temperatur aşağı ola bilər. Buna görə də əlavə geyim götürmək faydalı olacaq. Gün ərzində isə hava kifayət qədər mülayim və rahat keçəcək. Ümumilikdə Azərbaycan ərazisində yaxın günlər ərzində əlverişli hava şəraitinin davam edəcəyi gözlənilir. Əksər bölgələrdə günəşli və yağmursuz hava müşahidə olunacaq. Bu da istirahət, səyahət və açıq hava tədbirləri üçün münasib şərait yaradır. Hava şəraiti ilə bağlı ən son yenilikləri izləmək üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Diqqətiniz üçün təşəkkür edirik. Sağ olun, növbəti hava proqnozu buraxılışında görüşənədək